Gençlerin təkcə peşəkar biliklərə deyil, eyni zamanda milli mənəvi dəyərlərə söykənən dünya görüşünə sahib olması cəmiyyətimizin gələcəyi baxımından da mühüm amildir. Ənənələrimizi qorumaq üçün, məhz bu tarixi yaşatmaq üçün bizim keçmiş dahilərimizdən, mütərəqqilərimizdən, alimlərimizdən, akademiklərdən tövsiyələr almaq məqsədə onu hesab etmişik. Bugün bütün qaydalara əməl edən nümunəvi təhsil ocaqlarından biri. Böyük məsuliyyətlə deyirəm ki, bugün Azərbaycanda 3 nümunəvi təhsil ocağı, ali təhsil ocağı varsa, o üçlüyün içərisində sizin universitet var. Mən həmişə nəyi düşünmüşəm ki, insanın əsl mahiyyəti. Burada oturan adamların da, hamısının əsl mahiyyəti sözlərlə ifadə olunmayacaq. Yəni, insanın əsl mahiyyətini sözlə ifadə etmək mümkün deyil. Ancaq böyük şairlər, böyük fikir və düşüncə adamları onu sözə çevirib insanın əsl mahiyyətini ifadə edir. Bağırım oldu yenə şan. Gördüm ki, boş bir məzara yenə məndən danışırsan. Məzarlıqda tən yoxşam, əlim boynumda gəlmişəm, əhv et, hönkür bağlasan, öz qəbrim üstə qoyacam, səndən bir dəstə bağlasan məzarlıqda tən yoxşam. Dünyada böyük bəşəri dəyərlər var. Sevgi, haqq, ədalət, qəhrəmanlıq. Sonra gəlin, mərhəmət hissi.